Salam, hər vaxtınız xeyir. Bugün sizinlə 2020-ci ildə 1-ci qruplar üçün keçirilən qəbul imtahanlarında istifadə olunan testlərin izahlarına baxacağıq. Birinci cəhd imtahanıdır. Birinci sualla başlayırıq. Anion verilib. Anion hidroortofosfat. Hidroortofosfat, yəni HPO4. HPO4, H3PO4-ün qalığı olduğuna görə 2 valentlidir. Niyə? Çünki 2 hidrogen atomu yoxdur. Kationlar verilir. Natrium, kalsiyum, demək natrium müsbət, kalsiyum 2 müsbət və alüminium 3 müsbət. Demək bu hidroortofosfat ionunun bu kationlarla əmələ gətirdiyi duzlarının formulları müəyyən etmək lazımdır. Onda natriumun yanına həmin o HPO4-ü yazsaq, HPO4-ün valentliyi 2 olduğuna görə natrium 1 müsbət, yəni 1 valentlidir. Natriumda 1 valentli olduğu üçün 2-ni 1-ə böləndə olacaq natrium 2 HPO4. Natrium 2 HPO4 A variantında, C variantında, bir də Y variantında var. Kalsiyumdan düzəltsək formulu, yenə HPO4-ü kalsiyumdan yazdıq. Kalsiyum valentli 2 olduğuna görə 2-lər ixtisar gedəcək. Kalsiyum HPO4 qalacaq. A-da var və C-də var. Alüminiumdan formulu düzəltsək, yenə HPO4 2 valentlidir, alüminium isə 3 valentlidir. Onda çarpaz yazsa, alüminium 2, HPO4 3 əmələ gələcək. Cavab olacaq onda A variantı. Nömrə 2. Azot 2 oksidin əmələ gəlmə istiliyi -90 kilojol bölünmüş moldur. Azot 2 oksid əmələ gəlməsi deyirsə, demək tənliyin sağında azot 2 oksid, yəni NO yaranmalıdır. NO-nun yaranma reaksiyası, əmələ gəlmə reaksiyası N2 üstə gəlinsin O2 idisə, əmsalına 1-2 yazarıq. İndi əmələ gəlmə -90 olduğu üçün reaksiyanın istilik effekti -180 kilojol olacaq. Çünki reaksiyanın istilik effektini NO-nun əmsalına bölsə -90 alınmalıdır. Demək, tənliyi qurduq. 11,2 azotun üzərinə yazırıq 11,2 litr, aşağıda yazırıq 22,4. Oksidləşməsi zamanı udulan istilik miqdarını hesablayın. Yazırıq üzərində X, aşağıda da 180. Tənasibi qururuq. 11,2-dən 22,4 getsə aşağıda qalacaq 2. 180 2-yə böləndə X eləyəcək 90. 90 kilojol istilik udulacaq, yəni D variantı. Nömrə 3. Etil spirti verilib. Etil spirti ilə bağlı reaksiyalar var. Məsələn, birinci reaksiyanı yazıram. Etil spirti C2H5OH. Birinci kuprum-onla reaksiyası yazılıb. Daha doğrusu kuprum-onla üzr istəyirəm. Kuprum-onla bir dəqiqə. Etil spirti C2H5OH-dır. Gəlin bunu daha açıq formada yazın. O reaksiyanı daha yaxşı görək. CH3, CH2OH yazıb üzərinə kuprum-O əlavə eləsən, bu etil spirti birli spirtdir. OH-ın hidrogeni və CH2-nin hidrogenlərindən biri oksigenə birləşib su əmələ gətirəcək. Mis sərbəst qalacaq. Bir də əmələ gələcək yerdə qalan maddəni yazıram. Baxın, CH3 olduğu kimi qalıb, C var, H-ın biri gedib, oksigenin yanındakı H-da gedib qalıb O. CH3, CHO bu aldehiddir, sirkə aldehidi. Deməli, birinci reaksiyadan aldehid alınacaq. Birinci reaksiyada aldehid alınırsa, aldehid 2-də yazılır. Deməli, birin qarşısında 2 olmalıdır. Birin qarşısında 2 olan A, bir də C variantları var. İkinci reaksiyada C2H5OH-ın kaliumla reaksiyası verilib. Fəal metallar spirtlərdəki OH qrupundakı hidrogeni əvəz eləyirdi. Yaranacaq onda C2H5O kalium üstə gəlinsin hidrogen. Burada hidrogen ayrıldı, yəni 1. 2-nin qarşısında da 1 olmalıdırsa, bax A variantında var deyilən cavab, başqasında yoxdur. Çünki onsuz da biz A-la C-də qalmıqdır. Yəqin cavab A variantıdır. Mən amma hamısını yazım, reaksiya təkrarlayaq. Üçüncüsündə C2
H5OH-la CH3OH. Temperatur 140 dərəcədən kiçik olanda 2 dənə fərqli və yaxud da eyni spirtdən sadə efir əmələ gəlirdi. Biri OH-ını, biri H-ını verirdi. Yerdə qalırdı C2H5. Buradan qaldı O, bir də CH3. O və CH3. Və su alınır. Buna deyildi sadə efir. Sadə efir alınır 3. 3-də 3 olmalıdırsa, baxın 3-də də yenə 3 var. 4-də bir dənə qaldı. Çünki spirtlə turşu mürəkkəb efir əmələ gətirir. Cavab olacaq A variantı. Dördüncü misalda kalium OH-ı xlorla temperatursuz reaksiya aparıblar. Testin içərisində məncə bu mexaniki səhv baş verir. Burada temperatur olmalıdır. Kalium OH isti halda xlorla reaksiya daxil olmalıdır. Deməli, dördüncü misal. Kalium OH xlorla reaksiya daxil olsa temperaturda bir kalium xlor O3 və su. Buradan əmələ gələn bu kalium xlor O3 manqan O2 ilə reaksiya daxil olanda xlor qazı əmələ gətirirdi. Amma burada manqan O2-nin qarşısında üstəgəl yoxdur. Üstəgəlin olmaması o deməkdir ki, deməli bu maddə manqan O2 ilə reaksiya daxil olmayıb, sadəcə manqan O2 iştirakında parçalanıb. Baxın, kalium xloru O3-ü manqan O2 iştirakında parçalayanda laboratoriyada oksigen qazının alınma reaksiyası idi. Y maddəsi əməl gəlir. Həmin Y maddəsi dəmirlə reaksiya daxil olur. Dəmirlə reaksiya daxil olan bunlardan yəqin ki, oksigen olacaq. Oksigen dəmirlə reaksiya daxil olsa əmələ gəlir ferrium 3O4. Yəni dəmir yanığı. Dəmirin təbiətdə olan birləşməsi ferrium 3O4 maqnetit adlanırdı. Dəmir yanığı adlanır. Nə doğru deyil axtarırıq, baxın. Dəmir yanığı adlanır, bir doğrudur. Onda bir variantlarını çıxaq. Dəmir atomlarının oksidaşma dərəcəsi yalnız müsbət 3-dür. Yəqin bu doğru olmayacaq. Çünki dəmir yanığı qarışıq oksid idi. Dəmir yanığında dəmir həm 2, həm də 3 variantlı idi. Formulunu bax təzədən buradan yazıram. Ferrium 3O4-ün açıq formulu ferrium O vurulsun ferrium 2O3 idi. Burada dəmirin 3 müsbət 3 dərəcə göstərənləri də var, müsbət 2 göstərənləri də var. Deməli, yalnız müsbət 3-dür, onda bu oldu səhv, biz səhv axtarırıq. 2 olmalıdırsa variantı, A-nı da ataq buradan. Termit qaynağının tərkibinə daxildir. Termit qaynağı ferrium 3O4 ilə alüminiumun reaksiyası idi. Alüminium 2O3 də gəlsin dəmir. Dəmir polad reyslərin bir-birinə yapışdırılması, qaynaq olunmasında istifadə olunan reaksiya idi həm də. Termit qaynağın tərkibində ferrium 3O4 var. Doğru deyil axtarırıqsa, demək 3 olmayacaq. 2-5, 2-4-də qalmışıq. Turşu oksidi deyil, ferrium 3O4 qarışıq oksiddirsə, demək 4 doğru olmayan cavabdırsa bizə lazımdır bu. Demək qalır onda cavab 2 ilə 4. Çuqun istehsalında xam mal kimi istifadə oluna bilər. Bəli, çünki çuqunla dəmir istehsalında elə, daha doğrusu çuqun və polad istehsalında elə dəmirin birləşmələrindən ferrium 3O4-dən, ferrium 2O3-dən, silisium O2-dən, karbondan, manqandan və s. kömürdən istifadə olunurdu. Biz doğru olmayanları axtardıq. Cavab oldu 2-4. Bir dənə misalın başlanğıcında burada kalium hidroksid isti halda xlorla reaksiya getməsi doğru olmalıydı. Ona görə mən orada əlavə T yazdım. Biz onu hazırlayanda yəqin mexaniki səhv eləmişik. Nömrə 5. Hansı reaksiya getmir? Birinci reaksiyada mislə S birləşib, kupru-mes qara çöküntüsü alınacaq, reaksiya gedəcək. Məsələn, bu anı silək. Y variantda gümüşdən xlor birləşib, argentin xlorid ağ çöküntüsü əmələ gəlir, reaksiyaya gedəcək. D variantda nitrat turşusu karbonatdan qüvvətlidir, onu sıxışdırıb çıxaracaq oradan, bu da gedəcək. C variantında isə, baxın, bunlar hamısına silimində C-də qalmışıq. C variantında H-xlor sulfat turşusunu buradan çıxara bilməz. Ona qədər reaksiya getməyəcək, getməyən olacaq C variantı. Bunda 6-nı yazaq. 0,3 mol karbonu tam yandırdıqda
Karbonu tam yandırsaq, əmələ gələcək CO2. Alınan qədər karbon dioksid almaq üçün neçə litr metan yandırmaq lazımdır? Metan alkandır. Alkanlarda karbon qazı elə metanın tərkibindəki karbonun sayına bərabər miqdarda alınacaq. Bir metan varsa, daha doğrusu bir karbon varsa, bir molda CO2 əmələ gələcək. Tənliyimiz bax belə qısa halda tam yazmaya da ehtiyac qalmadı. 0,3 mol karbon verilib, özü isə reaksiya girən miqdarı 1 moldur. Neçə litr metan yandırmaq lazımdır? Metana yazırıq x litr, aşağıda da olacaq 22,4. Biz belə bir şeylə danışmışdıq ki, iki reaksiyadan bir tənasib quranda ortaq maddəni tapıb silmək lazım idi. Ortaq maddəmiz bax hər ikisində karbon qazıdır. Bunları atandan sonra əmsalları da qalmır. Elə bir dəfə tənasibi belə qura bilərik. Onda x bərabər olacaq 0,4 23,14-də vuranda olacaq 6,72 litr, yəni C variantı. Nömrə 7. Hansı oksid su ilə reaksiya daxil olur? Su ilə reaksiya daxil olan, məsələn, birinci qüvvətli metal oksididir. Bütün qüvvətli metal oksidləri su ilə reaksiya daxil olur. İkinci NO2 turşu oksididir. Turşu oksidi su ilə reaksiya girib turşu əmələ gətirir. Doğrudur. N2O duz əmələ gətirməyən oksiddir. Duz əmələ gətirməyən oksidlər su ilə reaksiya getməz. Daxil olanları axtarırıqsa cavab olacaq 2-3, yəni A variantı. Bağışlayın, yox. 1 ilə 2, yəni C variantı. Daxil olanları axtarırdıq 1-2. Qüvvətli metalların əsası oksidləri su ilə gedir, turşu oksidləri su ilə gedir. Silisium 2-dən başqa. Nömrə 8-i yazaq. Kalsium xlor O3 2 verilib. Kalsium xlor O3 2, yəni kalsium xlorat. Kovalent və ion rabitələrin nisbətini tapacaq. Ən birinci ümumi rabitələrin sayını tapaq. Ümumi rabitələrin sayını tapanda oksigenin sayını 3/2, yəni 6-nı vururdıq oksigenin valenti 2-yə. Olur 12 ümumi rabitə. Kalsiumun valentliyini indeksinə vırsaq, əmələ gələcək ion rabitə. Yəni, ion rabitə nə bərabər olacaq? 2 vurulsun 1, oldu elə 2 ion rabitə. Ümumi rabitədən 2-ni çıxanda qalır 10 dənə, yəni kovalent rabitə qalır yerdə. Yəni, kovalent rabitəni X-dən göstərilir, ionu Y-dən göstərilir. X-in Y-ə nisbətini axtarırdıqsa, onu da 2-yə böləndə eləyəcək 5, yəni B variantı. Deməli, oksigenin sayını 2-yə vurdıq, ümumi rabitəni tapdıq. Metalın valentli indeksindən vurdıq, ion rabitəni tapdıq. Ümumidən iona çıxdıq, qaldı kovalent rabitə, sonra onların nisbətini tapdıq. Nömrə 9. 400 qram 10%li məhluldan neçə qram? Məhluldan su buxarlandırmaqla 25%li məhlul alınmışdır. Alınmış məhlulun kütləsini qramlı hesablayın. Deməli, omega bərabərdir, həll olan bölünsün məhlul vur 100 düsturuna görə omega ilə məhlulun kütləsi tərs asılıdır. Əgər həll olan maddə sabitdirsə. Bizdə də məsələn şərtində su buxarlandırılır, yəni həll olan maddə sabitdir. Onda belə çıxır ki, belə bir asılıq yaza bilərik. M1 omega 1 bərabərdir M2 omega 2-yə. M1 omega 1 birinci məhlulun kütləsi və kütlə payını göstərir. Yəni 400 vurulsun 10. Bərabərdir. İkinci məhlulun kütləsini bilmirəm, elə M2 yazıram, vurulsun, amma 25% ilə mənə gəlib. 400 ilə 25 aparsam, burada qalacaq neçə? Neçə qalaq 425 yıxsar aparsaq? 100-ün içində 4 dənə varsa, 16 qalacaq, onda M2 də bərabər olacaq, 16-nı 10-a vuranda olacaq 160. Yəni, cavab olacaq A variantı. Nömrə 10. A üstə gəlinsin B bərabər olub C. Reaksiyasının sürəti, yəni V bərabərdir 5 mol bölünsün litr vur saniyə. Sürəti. A maddəsinin ilkin qatılığı, yəni C1 bərabərdir 40-a. Neçə saniyədən sonra tau bərabərdir X, A-nın qatılığı, yəni C2-si 10 olar. Reaksiyanın sürət düsturudur. Çox sadə misaldır. V bərabərdir C1 çıx C2 bölünsün tau. V-ni bizə verib 5.
bərabərdir. C1-imiz 40-dır. Çıxılsın C2-imiz 10. Zaman da x-dir. Deməli, 5x bərabərdir 30. X də bərabər 6 eləyər. Cavab olacaq C variantı. Nömrə 11. Demək, duru sulfat turşusu verilib qabıda. Duru sulfat turşusuna x daxil olub, y çıxıb. Duru sulfat turşusundan çıxan y qazı hidrogen qazıdır. Gördük. Hidrogen qazını çıxardan metalların sırasında hidrogenə qədərki metaldırsa, bu mis ola bilməz, onda qalar dəmir Fe. Cavab olar Y variantı. 12. Elektrik cəryanı keçirir. Natrium xloridin ərintisi, bəli, duzların suda məhlulları və ərintiləri cəryan keçirdirlər. Suda həll olan duzdan söhbət gedir. Məhlulu, yəni suda məhlulu, bu da cəryan keçirəcək. Bərk halda cəryan keçirmək, çünki cəryan keçirmək üçün iyon lazımdır. İyonları da yaratmaq üçün maddəni ya əritməliyik duzu, ya da ki, suda həll etməliyik ki, iyonlar yaransın. Bərk halda mı cəryan keçirməyəcək? Cavab olacaq 1 və 2, D variantı. Nömrə 13. Metanol yəni metil spirti, CH3OH. Kupromola reaksiya daxil olanda, metil spirti ilə kupromo reaksiya daxil olanda qarışqa aldehidə əmələ gəlirdi. Mis və su da əmələ gəlirdi. Bizə deyir ki, X maddəsində, yəni HCOH-da karbonun kütlə payını tapın. Omega karbon bərabərdir. Karbon 1-dirsə olacaq 12. Emirə bölməliyik. Ümumi kütlə, karbon 12, o da bir 13, 14, 30 eləyir. Vurulsun 100, bu da olacaq 40%, yəni B variantı. 14. Hansı maddə karbohidratlar sinifinə aiddir? Butan alkandır, butadiyen alkadiyendir. Fenol aromatik benzol həlqəsinə OH birləşən maddə idi. Etilen də alkendir. Nişastaz, selüloza, glukoza filan, bunlar hamısı karbohidratlara aid idi. Cavab olacaq B. Hansı maddələrin su ilə qarşılığı təsirindən qələvi alınmır? Qələvini fəal metallar əmələ gətirir, yəni aktiv metallar. Aktiv metalın özü də, oksidi də, hidridi də su ilə qələvi yaradar. Buradan görsənir ki, sink aktiv metal deyil, alüminium aktiv metal deyilsə, elə alınmayan bunlar olacaq. 1, 3, Y variantı. Amma kalsium ilə bayram aktiv metalların birləşmələridir. Oksidləri və hidridləri su ilə qələvi əmələ gətirər. Ümumiyyətlə, qələvi yaratmırsa, demək, bu qüvvətli metal olmayan metallar olmalıydı. O da elə 1 ilə 3 olar. 16. Hansı ifadələr alkenlər üçün doğru deyil? Nömrə 16. Alkenlərin formulu CnH2n-dir. Molekulunda sp2 orbitallar var, düz deyil. Çünki alkenlərdə məsələn, 2 qat rabitə var. 2 qat rabitəli karbon atomları sp2 hibridləşmə halındadır. Bu doğru. Biz doğru deyil axtarırıqsa 1 olmayacaq. D, B deyil. Bromlu suyu rəngsizləşdirirlər. Bəli, doymamış karbhidrogenlər bromlu suyu rəngsizləşdirir. 2 də doğrudursa, məcbur nə qalar yerdə? Yalnız 3 qalır. C variantı. Hidratlaşmasından yalnız birli spirt səhvdir. Birli də alına bilər, ikili də alına bilər, üçlü spirt də alına bilər. Yalnız etilenin hidratlaşmasından birli spirt alınırdı. 2 qat rabitəsində radikalı olmayan alkenlərdən ikili spirt, 2 qat rabitəsində radikalı olan alkenlərdən amma üçlü spirt əmələ gəlirdi. Nömrə 17-yə baxırıq. 28 qram dəmirin xlorid turşusunda tam həll olması. Dəmir üzərinə gəlsək xlorid turşusu əmələ gətirir ferrium xlor 2 və H2. Dəmir xlorid turşusu reaksiyada ekvivalentli olurdu. Tənliyimiz bərabərdir, düzəltdik daha doğrusu. 28 qram dəmir özü isə 56-dır. Alınan duzun formulunu və miqdarını. Miqdarı yəni neçə mol alınacaq? X mol, aşağıda da 1 mol yazsam. X bərabər 28-56 böləndə 0,5 eləyəcək. 0,5 mol ferrium xlor 2 cavabı C variantında var. 18. Hansı molekulu birləşimindən rezin almaq olar? Rezini kauçuklardan alırdıq. Kauçuk polimerlərində, polimer makromolekulunda 2 qat rabitəsi olan birləşmələr idi. Baxın, 2 qat burada da var, bax burada da var. Bunlardan kauçuk almaq olar. 1 və 3 cavab olacaq D variantı.
19. Hansı qazların NŞ-da sıxlığı müxtəlifdir? Deməli, nömrə 19-da normal şəraitdə M bərabər idi. Rho vurulsun 22,4. NŞ-da 22,4 sabit kəmiyyətdir deyə M-lə Rho düz mütənasib asılıdır. Sıxlıqlar müxtəlif olmaq üçün emerlər də müxtəlif olmalıdır. Cavab eləyəcək emerləri müxtəlif olanlar Y variantı. Çünki NO 30 eləyir, CH4 isə 28. Bunlar bir-birinə bərabər deyilsə, sıxlıqları da müxtəlif olacaq Y. Cavab oldu. 19-cu misalda alkan verilib. Nömrə 19. Alkan. Alkanın formulu CnH2n+2-dir. Protonların sayı alkanlarda 8n+2 idi. Onu 18-dən göstəriblərsə, onda n bərabər olacaq 2-yə. Kimyəvi rabitə əmələ gəlməsində iştirak edən hibrid orbitalları. Alkanların hibrid orbitalları 4-ə bərabərdir. 4-ü də 2-yə vuranda olacaq 8. Yəni A variantı. Nömrə 21. X3 müsbət ionunda elektronların sayı xlor atomundakı neytronlardan. Xlorun neytronları 37-17-20 eləyir. 20 neytron var burada. Buradan 3 vahid çoxdur. Yəni 20 üstə gəlsin 3 olacaq 23. Demək, X-in elektronların sayı oldu 23. Elektron 23-dürsə, X 3-ünü verib 23 olubsa, demək, protonlar 26 imiş əvvəldən. 26-nın elektron formunu göstərin. 26 əlavə yarım qrup elementidir. Əlavə yarım qrup elementləri demək 21-dən 30 arasında olanlar idi. Və əlavə yarım qrup elementlərin qısa formulu 3D ilə başlayıb 4S2 ilə bitirdi. Burada 26 olanda 20 vahid azı D-yə yazırdıq. Yəni 20 vahid az 6 eləyəcək. Ya da ki, əksindən bura 26-dırsa, bu da 62 eləməlidir. Onun üçün cavab eləyəcək B variantı. 22-də üzvü maddələri göstərin deyir. Üzvü maddələrdən, məsələn, A-da karbonat turşusu qeyri-üzvü maddədir. B ümumiyyətlə qeyri-üzvü maddə, duzlar və turş oksidi verilib. C variantında amonyak qeyri-üzvü maddədir. D-də naşatır spirti, NH4OH qeyri-üzvü maddədirsə, qalır onda Y. Qarışıq aldehidi, etil spirti, bir də etan, bunlar üzvü maddələrə aiddir. 23-cü misalda deməli, reaksiya verilib, nitrat turşusunun neçə faizi reduksiya olunmuşdur. Nitrat turşusunun mövzusunda bunu izah eləmişdim. Burada əmələ gələn məhsula baxırıq. Əgər NO əmələ gəlibsə, NO əmələ gələn misallarda 25% reduksiya baş verirdi. Necə bilirik onu? Turşu 8 moldur, reduksiya olunan NO-dur. Çünki müsbət 5-dən azot gəlib müsbət 2-yə. Əmsalı 2-dir. Reaksiya girən nitrat turşusama 8-dir. Vurulsun 100%. 4-də 1 eləyəcək. Bu da olacaq 25%. NO alınan misallarda reduksiya 25%-dir. NO2 alınan misallarda reduksiya 50%-dir. N2O alınan misallarda reduksiya 20%-dir. Bunu yadda saxlaya bilərsiniz. Nömrə 24. 0,1 mol benzol. Benzol C6H6 və 0,1 mol CnH2n. CnH2n. Demək, benzolda 0,1 mol verilib. CnH2n də 0,1 mol verilib. Tam yanmasından 22,4 litr CO2 əmələ gəlib. Yazıram kənarda. 22,4 litr CO2 1 mol deməkdir. Biz benzolu tanıyırıq deyə, benzolun 1 molundan C6-dırsa 6 mol karbon qazı əmələ gəlməlidir. Demək, 1 molundan 6 mol karbon qazı əmələ gəlirsə, 0,1 molundan 0,6 mol karbon qazı əmələ gələcək. Bizdə amma karbon qazı 1 moldur. Onun üçün ikinci reaksiyaya baxırıq. Biz N axtarırıq burada. CnH2n-in 1 molundan karbonun sayı qədər, yəni N mol karbon qazı əmələ gələcək. N. Deməli, başlanğıcda 1 mol karbon qazı var idi. 1 molun 0,6-sı benzoldan əmələ gəlibsə, demək, yerdə qalıb 0,4-dür.
Onda n də buradan bərabər olacaq 4-ə. Vergüllər gedəcək, n olacaq 4. Nömrə 25. Deməli, natrium X-dan brom reaksiya gedib, X2 əmələ gəlib. Halogenlərdən gedir söhbət. Halogenlər belə də flor 2, xlor 2, brom 2, yod 2. Hər biri özündən sonrakını sıxışdırıb çıxardırdısa, bromun çıxarda bildiyi, onda belə çıxır ki, nə olacaq? Yod olacaq. Yəni, X maddəsi yod 2-dir. Yod qaz deyil, çünki bərk maddədir, bilirdik. Bərkdir, bəli. Spirtdə məhlulu yaraları dezinfeksiya olunmasında istifadə olunur. Bəli, evdə işlətdiyimiz yod buna misaldır. Su ilə reaksiya getmir, bu səhv olacaq. Doğru variant olacaq 2 və 3. Nömrə 26. 4 mol HNO3-ün parçalanmasından. HNO3, yəni nitrat turşusu, işığın təsirindən parçalananda su, NO2 və O2 əmələ gəlirdi. Əmsallaşdırsaq, bura bir 2 yazsaq, 4 bura düşəcək, 4 də NO2-yə düşəcək, 12 oksigen, 12 oksigen tənliyi bərabərləşdi. Sağ tərəfə nə üçün yazdım? Oksigen tək idi, onu cütləşdirmədən ötəri. Yəni, bizə deyir ki, 4 mol nitrat turşusundan, nitrat turşusunun özü də 4 moldur reaksiyada. Neçə litr oksigen qazı əmələ gəlir? Oksigen qazı 4 moldan 22,4 əmələ gələcək. Çünki elə hər ikisi 4 moldur. Cavab olacaq 22,4. 27-ci misalda 1 mol maddənin artıq miqdarda natrium OH reaksiyasından alınan hidrogenin həcmlərini göstəriblər. 22,4 1 mol deməkdir. 44,8 2 mol deməkdir. 33,6 isə 1,5. Və biz də bilirdik ki, natrium hidroksiddən hidrogen çıxardan var berilyum, var sink, var silisium, bir də var alüminium. Berilyum 2 valentli, sink 2 valentli, silisium 4 valentli, alüminium 3 valentlidir. Və bu elementlər hidrogeni qələbələrdən valentinin yarısı qədər çıxarda bilirdilər. Yəni, berilyumla sink 2 valentlidirsə, bunlar 1 mol H2 çıxaracaqlar. Yəni, 1-ə aid olacaq sink, D variantı, berilyum yoxdur burada. Sonra 2 mol çıxartmaq üçün bu 4 valentli olmalıdır. Yəni, valentinin yarısı qədər. O da silisium var. Bu da olacaq B. 1,5 mol olmaq üçün element 3 valentli olmalıdır. Bu da olacaq elə alüminium A variantı. Kükürt çıxartmaz hidrogen, karbon E, xlor da hidrogen çıxarda bilməz qələbələrdən. Cavab olduğunda 1D, 2B, 3A. Gəlib çatdıq situasiyanın izahlarına. Bunun üçün səhifəni təmizləyək. Deməli, praktik məşğələdə şagird X maddəsini almaq üçün aşağıdakı qurğunu qurub təcrübə aparır. Qurğuda qabın içərisində kalsium karbidi var. Kalsium karbidi üzərinə su əlavə ediblər və buradan X qazı əmələ gəlib. Açıq aydın görsənir ki, kalsium karbidə su əlavə edəndə suyun formulu HOH yazıram. Çünki qüvvətli metalların yanında elə yazmaq daha sadədir. Yaranan maddənin formunu çox asan görmək olur. Kalsium OH-a birləşir. Kalsium OH-a birləşəndə 2 dənə OH yaranırsa məcburən bura 2 yazmalıyıq. Nəticədə baxın C2H2 əmələ gəlir. Deməli, o X qazı asetilen qazı imiş. Deməli, təcrübə apardı. Təcrübə başlanandan bir müddət sonra X maddəsinin bromlu suyu rəngsizləşdirməsi müəyyən olundu. Bu C2H2 asetilendir. Asetilen bromlu suyu rəngsizləşdirir. Çünki doymamış karbhidrogendir. Deyir ki, 28-də X maddəsinin kimyəvi formulunu və adını yazın. X maddəsinin kimyəvi formulu C2H2, adı etin ya da asetilen yaza bilərsiniz hər ikisini. Doğrudur. 29 X maddəsinin brom ilə tam birləşmə reaksiyasının tənini yazın və əmsallaşdırın. 29-da X maddəsi C2H2-dir. Asetilen özünə maksimum 2 mol brom birləşdirə bilirdi və əmələ gələcək C2H2 brom 4. Yazdıq, əmsallar da düppədüz oldu. 30-cu misalda deyir ki, 320 qram kalsium karbidin su ilə reaksiyasından
kalsium karbidin su ilə reaksiyasını yazmışdım yuxarıda. Bir də belə yazdım. Onsuz da təkrar reaksiyadır. Suya da 2 yazırıq. Demək, şərtdə deyir ki, 320 qram kalsium karbidin. Onda aşağıda yazaq emirini 64. Neçə mol X maddəsi alınır? Yəni astirini soruşur. Yazdım buraya. X mol əmsalı da 1 moldur reaksiyamızda. Tənasüb yarandı. X də bərabər 320-ni 64-də böləndə 5 mol əməliyə gələcək. Bu bir imtahanımızın izahı. Baxın, yadımdan çıxdı neçə idi bu. 2020-ci ildə birinci cəhd imtahanı idi və növbəti dərsimizdə də deməli 2020-ci ildə olan ikinci cəhd imtahanının izahlarına baxacağıq.